Salam, hər vaxtınız xeyir olsun. Bu günləri OTK-nın 11-ci sinif bu gün ayın 16-sı verilən imtahanın müzakirə edəcəyik. Birinci sual, 31-ci sualımız deməli. Birinci sualda qeyd olunur ki, ABC bucağında BH hündürlüyü, yəni AC-yə perpendikulyardır. Bucaq AB'yi bərabərdir YBC-yə. Yəni ABY bucağı bu hissə qeyd olunur. Bunu biraz rəngli qeyd edirik. Deməli, ABY bu hissədir. YBC isə digər qalan hissədə. Bunların ikisi birlikdə B bucağını əmələ gətirir. Yəni, bura məsəl üçün alfa olsa, burada alfa və ümumilikdə bucaq B bərabər olur 2 alfaya. Bucaq A-nı 70 dərəcə verib. Daha sonra bucaq C-ni 60 dərəcə verib. Onda bucaq B-miz 70-60 eləyir 130. Biz də demişik ki, üçbucağın daxili bucaqlarının cəmi 180-dir və bizim 50 dərəcəmiz çatışmır ki, 180 dərəcə olsun. Biz də dedik ki, bucaq B 2 alfadır. Yəni ki, 2 alfa bərabərdir 50 dərəcə, alfa da bərabərdir 50-ni bölürük 2 ilə olur 25 dərəcə. Deməli, alfa bucağımız 25 dərəcədir. Bu hissəni buraya yazırıq 25 dərəcə. Daha sonra bizə HB yenisdir. HB yenisdir. Yəni, bu hissəni istəyir bizdən. Və 70 dərəcə olduğuna görə, biraz yaxınlaşdıraq. 70 dərəcə olduğuna görə bu hissə 20 dərəcə olacaq və düzbucaqlı üçbucaqda iti bucaqların cəmi 90 olmalıdır. Ona görə 70-dirsə 20 qalır. Biz də buranın ümumilikdə demişdik 25. Burada qalır 5 dərəcə. Olacaq cavabımız D variantı. Daha sonra 15-ci sualda deyilir ki, 15 n-ə natural bölənlərinin sayı 25 olarsa, n-i tapın. Deməli, 15 n, 15 nədir? 3 vurulsun 5 deməkdir. Üstündə nə yazırıq? N yazırıq. Bərabərdir. Hasilin qüvvəti nədir? Qüvvətlərinin hasili. 3 n vurulsun 5 üstündə n. Natural bölənlərin sayı neyinirdi? Qüvvətləri bir vahid artırırdıq, bir-birinə vururduq. Yazırıq. Birincidə n-dir üstünə 1 gəlirik. İkincidə də n-dir üstünə 1 gəlirik. Oldu iki ifadənin hasili, yəni eyni ifadənin hasili. Yəni, məsələn, A vur A kimi. Onda A kvadratı olduğu kimi, burada da n plus 1-in kvadratı olacaq. Bərabərdir 25-ə. N plus 1 bərabərdir 5, n də bərabərdir 4-ə. Burada bizi 4 istəyirdi. Yəni, n istəyirdi. 33 nömrəli tapşırıqda sualda deyir ki, ifadəsinin qiymətini tapan. Bu kimi ifadələr adətən nəyinsə fərqinin və yaxud da cəminin kvadratı olur. Bu ifadə bizdə deməli 2 kök altında 15 verib, 2 kök altında 15-i 2-yə bölür. Çünki cəmin də kvadratında, fərqin kvadratında 2AB var ortada. Yəni ortadakı ədəd 2AB-dir. Biz AB-ni tapmadan ötürü 2-yə bölürük, olur kök altında 15. AB hasil deməkdir. Yəni A ilə B-nin hasili. İkisinin hasili kök altında 15-dir. Bu 1 kök altında 1 kök altında 15 ola bilər. Kök altında 3 kök altında 5 ola bilər. Sadəcə yoxlamalıyıq ki, bunların kvadratları cəmi, yəni 1 ilə 15-in cəmi bunu verməlidir. Biz də görürük ki, 1 ilə 15-in cəmi 8-i vermir. Amma kök altında 3-ün və kök altında 5-in kvadratları cəmi nəyə verəcək? Bizə 8 verəcək. Yəni 3 ilə 5-in cəmi 8-i verir. Ona görə də bu ifadə kök altında 5 minus kök altında 3-ün mötərizə kvadratıdır. Və birinci də böyüyü yazırıq. Yəni kök altında 3 minus kök altında 5 yazmışıqsa onu düzəldirib böyüyü birinci yazırıq. Burada 8-ci dərzdən ixtisar aparırıq. Olur 4-cü dərzdən. 4-cü dərzdən kök altında 5 minus kök altında 3. Və bizə də növbəti ifadəmiz nədir? Bunun plusudur. Bu ifadəni aldıq 4-cü dərsdən kök altında 5 minus kök altında 3. Vurulur onun plusuna. Bir dəfə minus, bir dəfə plus olanda kvadratlar fərqi. Yəni A kvadratı
minus b kvadratın açıcıdır. A minus b, a plus b'ye. Burada da bizim a'mız kök altında 5'dir. Dördüncü dərzdən kök altında 5'in kvadratı eləyəcək 5, kök altında 3'ün kvadratı eləyəcək 3. O da olur. Dördüncü dərzdən kök altında 2. E variantı. Daha sonra 34-cü sualda deyilir ki, Euler-Venn diaqramına əsasən ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Diqqət etirsək görərik ki, bu B ilə A-nın kəsişməsidir, yəni ortağıdır. Bu isə A ilə C-nin ortağıdır. Bunları nə edirik? Birləşdiririk. Yəni ki, B kəsişmə A birləşsin A kəsişmə C-ni. Bu əlavə düsturlarda var idi. Yəni ki, A deməli birləşmə B kəsişmə C. Deməli dəqiqə burada hansı bir səhvə yol verdi? Burada bunların yeri dəyişikdir. A kəsişmə B birləşmə C. Çünki aradakı kəsişmədə ona görə olacaq C variantı. 35-ci sualda tənlinin köklərindən biri 3'dür. Bu sualla çox qarşılaşırıq. Tənlinin kökü əgər 3 isə aparıb yerinə qoyuruq. Yazırıq 2 vurulsan 3'ün kvadratı minus n vurulsan 3 minus 9 bərabərdir 0'a. Deməli, ifadənin qiymətini hesablayırıq. 2 vurulsan 3'ün kvadratı eləyəcək 9 çıxılsın 3n minus 9 bərabərdir 0'a. 2 vur 9 eləyir 18, çıxılsın 9, çıxılsın 3n bərabərdir 0'a. Deməli 18-dən 9-un çıxır eləyir 9, çıxılsın 3n bərabərdir 0, mənfi 3n bərabərdir mənfi 9'a, n də bərabərdir 3'ə. N üst tapandan sonra bizə deyir ki, digər kökünü tapın. Deməli, digər kökünü tapmadan ötürü 2x kvadratı minus n'in yerinə qoyuruq 3 x minus 9 bərabərdir 0. Və deməli, burada v terimine gətirəcək x kvadratı minus 3 bölünsün 2x minus 9 bölü 2. Köklərindən biri 3 idi. Hasilimiz nə olmalıdır? Hasilimiz x1 vurulsun x2 mənfi 9 bölünsün 2 olmalıdır. Və deməli, x1'imiz 3'dür. 3, x2 bərabərdir mənfi 9 bölünsün 2. Məxrəcə 1 artırıb çarpaz vururuq. 6x2 bərabərdir mənfi 9, x2'ni də tapanda mənfi 9 bölünsün 6. İxtisar aparırıq 3'ə. Mənfi 3 bölünsün 2, yəni mənfi 1 tamam. Əslində burada, yəni bununla v terminlə çox rahatlıqla eləmək olar. Çünki 2'yə böləndə x kvadratı minus nx bölünsün 2 çıxılsın 4,5. Çıxılsın 4,5. Köklərindən biri 3 deyil. Hasil mənfi 4,5 olması üçün olmadı. Digəri mənfi 1,5 olmalıdır. Yəni bunu n'in burada tapmadan da v terimini eləmək olar. 36-cı sualda iki rəqəmli ədədin deyir rəqəmləri cəmi 12'dir. Olsun ki rəqəmimiz AB, rəqəmləri cəmi yəni A plus B 12'dir. Deyir ki bizə bu ədədin onluqlarının sayını göstərən rəqəm, onluqların sayını göstərən rəqəm A-dır. Təkliyə sayını göstərən rəqəmin 50%-nə bərabərdir. Yəni yarısına bərabərdir. Təklikləri göstərən də ki B-dir. B-nin yarısıdır. Buradan B bərabərdir 2A yazırıq. Deməli, aparıb bu ifadəni burada yerinə alırıq, yerinə qoyuruq. Deməli, onda olur deməli 2A üstə gəlsin A bərabərdir 12'yə, 3A bərabərdir 12, A da bərabərdir 4'ə. A 4'dür, B də olacaq nə? 8. Oldu 48. Deməli, bu iki rəqəmləri göstərin. Cavab oldu 48. 37-ci sualda A nöqtəsindən çevrəyə AD və AY toxunanları çəkilmişdir.
və D F-ni 75 verib alfanı istəyir. Bu çox sadə sualdır. 75-dir daxili bucağımız. Onda söykəndiyi qövsün olacaq 2 misli olacaq. Yəni 150 dərəcə. Və biz demişdik ki, iki toxunan arasındakı bucaqla qarşısındakı qövsün cəmi 180 olmalı. Yəni 150 ilə alfanın cəmi 180 olmalı. Ona görə də alfa neçədir? 30 dərəcədir. 38-ci sualda yəqin ki, bu A-dır. Deməli, orta məxrəc gətirsək bu ifadəni. Deməli, və yaxud da burada bizi dəqiqə diqqət yetirsək, burada bizi çaşqınlıq yaratmaq məqsədi ilə A kvadratı ikinci yazsıq minus 1 üstə 1 böl A kvadratı və birinci mötərizəmizdə A üstə gəlib 1 bölünsün A. Bu ifadə kublar cəminin açılışıdır. Kublar cəminin açılışıdır. Görürsünüz, birinci cəm, sonra birincinin kvadraты, sonra hasili 1 eləyir axı bunun əksini yazırdıq və sonuncunun kvadraты. Bu kublar cəminin, yəni A kubu üstə 1 böl A kubunun açılışıdır. Yuxarıda A kubunu çıxardanda A üstə 6 üstə 1 qalır. Və bu ifadə də yəni ki. Və bölünsün, kəsr xətti bölmə deməkdir. Buradan da orta məxrəc gətirəndə A kubu A üstə 6 plus 1 eləyir. Bu çünki A üstə 3-ə vurulur. Bölünsün nə? A üstə 6 plus 1 böl A kubu. A kubu vurulsun A üstə 6 plus 1. Bölmədə kəsir tərsi nəzərlə ikinci kəsir. A üstə 6 plus 1 A kubu. Bunlar ixtisar gedir. Olur. A kubu vurulsun A kubu. O deyilir A üstündə 6 D variantı. 39-cu sualda x minus 2 sayda eşitsi 1 işi 12 sayda, x minus 6 sayda eşitsi isə həmin işi eyni məhsuldarlıqla 18 sayda yerinə yetirərsə x ədədini tapın. X minus 2-nin qarşısına 12 qoyuruq. X minus 6-nin qarşısına 18 qoyuruq. Bilirik ki, işçi sayı çoxaldıqda işin görülmə müddəti azalır. Yəni, sayla müddət tərs mütənasib. Ona görə bunları qarşı-qarşıya vururuq. Yəni 12 vurulsun, x çıxılsın 2 bərabərdir 18 vurulsun, x minus 2. X minus 2, yox, x minus 6. Bir dəqiqə, bunu düzəlişli. X minus 6. Vurub açırıq, 12x çıxılsın 24 bərabərdir 18x minus. Bunu da vuranda 108 eləyir. Və dəyişənlər bir tərəfə 12x minus 18x bərabərdir mənfi 108 üstə gəlsin 24. Çünki bu o tərəfə keçəndə müsbət olmalıdır. Bu hissədən yazaq. Deməli, sol tərəfə hesablayanda mənfi 6x eləyir. İşarələri müxtəlifdir deyə çıxırıq. Böyüyün işarəsini yazırıq. Digər tərəfdə isə deməli 4, 84. Mənfi 84. X-i də tapanda 6-ya böləndə mənfi gedəcək. Deməli 1 yerləşəcək. Bir də 4. 14. X-imiz olacaq neçə? 14. E variantı. Daha sonra 40-cı sual. 40-cı suala deyir ifadəsinin qiymətini tapın. Bu sual deməli həm güvəndə, həm topluda olan suallardan biridir. Çıxanda birincini 4-də 3 qalır. Vurulsun 9-da 8 vurulsun 16-da 15. Bircə dəqiqə. Burada kvadratların çıxıb ona əsasən yazmaq daha yaxşıdır. Deməli, bu 1 çıxılsın 4-də 1-i belə yazırıq. 1 çıxılsın 2-də 1-in kvadratı. Bu da bərabərdir 1-in kvadratı çıx 2-də 1-in kvadratı. Yəni 1 çıx 2-də 1 1 plus 2-də 1. Bu da eləyir 2-də 1 birinci mötərizə eləyir. O birisi də 2-də 3. Digər tərəfdən də elə yazsaq, yəni ki 1 çıx 3-də 1 1 plus 3-də 1. Bu ifadəni də buraya yazaq. 1 çıx 3-də 1 1 plus 3-də 1 yazsaq, birinci eləyəcək 3-də 2, o birisi eləyəcək 3-də 4. Növbəti olaraq o birisilərini də yazaq ki, çünki görəcəksiniz ki, orada sadələşdirmə gedəcək.
Növbəti olaraq deməli 1 minus 4-də 1 eləyir 4-də 3, o birisi də 1 plus 4-də 1, o da eləyir 4-də 5. Diqqət yetirin, hər kəsrin ikincisi növbəti kəsrin, yəni növbəti ifadənin daha doğrusu birinci kəsri ilə gedir. 3-də 2, 2-də 3, 4-də 3, 3-də 4. Bunlar gedir. Yəni bunlar da gedəcək. Bir də başlanğıcda 2-də 1 qalacaq. Bir də baxaq görək axırda nə qalacaq. 40. Deməli, diqqət edəcək 1 çıxılsın 2-də 1, 3-də 1, 4-də 1, axırıncı 15-də 1-dir. 15-də 1-dən əvvəl 14-də 1 var. 1 çıxılsın 14-də 1, 1 plus 14-də 1 və vurulsun növbəti 1 çıxılsın 15-də 1, 1 plus 15-də 1 bərabərdir. Bunun çıxanda 14-də 13, bu da 14-də 15 vurulsun. 15-də 14 vurulsun 15-də 16. Bunlar ixtisar gedir. Qalır birincidə bu kəsir, yəni 15-də 16. Sonuncuda 15-də 16, birincidə də 2-də 1 vurulsun 15-də 16. İxtisarımızı aparırıq. Qalır 15-də 8 A variantı. 41-ci sual çox sadə sualdır. Yəni ən çox rast gəlinəndir. A plus B-nin mötərizə kvadratı bərabərdir A kvadratı plus B kvadratı plus 2AB. Bunu kök altında yazsaq, elə moduldan çıxıb müsbət olacaq da, müsbət qiymətini istəyir bizdən. Deməli, A kvadrat B kvadratımız 34-dir. Üstünə də 2 vurulsun 15 yazırıq. 34 üstə gəl 30, 64. Deməli, biz bunu da kökə salanda eləyəcək neçə? 8. Yəni kök altında 64-dən də 8 çıxacaq. 42-ci sualda ABC-ni 110 verib və AB paraleldir DY-yə, BC paraleldir DF-ə qeyd edib. Y DF-i bizdən istəyir. Y DF-i bu hissəni bizdən istəyir. Buranı biz alfa işarə eləsək, çarpaz bucaqlara əsasən deməli, bu hissəmizdə nə olacaq? Alfa olacaq. Çünki BC ilə DF bir-birinə paraleldir. Paraleldə çarpazdır da bu. Yəni ki, bu şəkildədir. Biri bura alfadır, bu hissə də alfa olur. Biz də deməli, buranın x işarə eləyək. V şəklində olanda nə edirdik? Çöldəkilər, kənardakıları toplayırdıq. Kənardakılar bunlardır da. 110 plus alfa plus x bərabərdir. Bərabərdir yox. Toplayırdıq. 180 çıxırdıq. Bərabər edirdi alfaya. Sadələşdirmə aparırıq. Yəni mötərizəni bir kənara atırıq. Çıxılsın 180 bərabərdir alfaya. 110 deməli. X alfalar gedəcək. Biri sağdadır, biri soldadır. İslah olunacaq. Deməli, x çıxılsın 70 qalacaq. 110-dan 180 çıxanda mənfi 70 edir də. Bərabərdir 0. X də olacaq neçə? 70 dərəcə. Bizdən də Y DF istəyir. Yəni x istəyirdi. Daha sonra 43-cü sualda deyir ki ABD 70 dərəcədir. Qeyd edirik 70 dərəcəni. Daha sonra deyir ki DC parçası DC B DY-nin tənbölənlidir. Tənböləndir bu. Buranın alfa işarədir, buranın da alfa işarədir. Və çarpaz bucaqlardır. 70 ilə 2 alfa, 2 alfa bura olur da, buraya ümumilikdə 2 alfa. Onlar çarpaz. 2 alfa çarpaz bucaqları bir-birinə bərabərdir. 2 alfa bərabərdir 70 dərəcə. Alfa da olur 35 dərəcə. Bizə DCK-nı istəyir. DCK-nı. Deməli, alfanı neçə tapdıq? 35 dərəcə. DCK buradır. Bunlar bir tərəfli bucaqlar. Bir tərəfli bucağın cəmi 180-dir. 180-dan 35 çıxanda 145 dərəcə qalır. Olur C variantı. 44-cü sualda ABC üstbucağında ABC üstbucağı
düz bucaqlı üç bucaqdır. Bucaq B bucağı 90 dərəcədə. BD-dəki hündürlüyüdür. Hipotenuza çəkilmiş hündürlük. AD vurasın DC. Bu h kvadratıdır. H kvadrat deyirəm. H kvadrat bərabər m-in də, hə. Çünki buranın m işarəsi, bura n, h kvadrat bərabərdir m vur n. Bölünən hissələri hasili h kvadrat. BD də nədir? H-dır. Oldu nə? H kubu. H kubu bərabərdir 125. H da bərabərdir nəyə? 5-ə. Bizə BD-nin uzunluğu olur 5. 45-ci sualda 10 detallı usta 3 günə, şagirdi isə 5 günə hazırlayır. Usta və şagird birlikdə biri 3 günə hazırlayır, biri 5 günə hazırlayır və şagirdi birlikdə 560 detallı neçə günə hazırlayar? 10 detallı 3 günə. 10 detallı 3 günə hazırlayırsa, deməli ustanın sürəti daha çoxdur. Məsəl üçün, bu birin 5 vur 3 kimi götürək. Birin 3 vur 5 kimi. Bunu 5K götürsük. Bunu 3K götürürsük. 5K-nı 3-ə vursa 15K eləyir. 3K-nı da 5-ə vursa 15K. Ümumilikdə, yəni detal sayı bərabər olur da. Detal sayı 15K kimi götürək. 5K üstənəlsin 3K bərabər bir dəqiqə. Birlikdə bir dəqiqə. Bunun uyğun getməyəcək. Usta və şagird birlikdə birlikdə. Deməli 10 detallı 3 günə hazırlayır usta. Şagird isə 5 günə hazırlayır. Bunlar deməli 3 ilə 5-in əkovun tapsıq 15 eləyir. 15. Deməli 50 detalı. Bunun 15-ə çatdırmadan ötürü neçəyə vurmalıyıq? Yəni 15 günə usta nə qədər hazırlayacaq? 50 detal hazırlayacaq. Bu 15 günə nə qədər hazırlayacaq? 30 detal. Çünki bunu 15-ə gətirməkdən ötürü, şagirdi 15-ə gətirməkdən ötürü 3-ə vururuq. Şagird 15 günə nə qədər detal hazırlayar? 30 dənə detal hazırlayacaq da. Çünki 3-ə vuracaq, onu 3-ə vuracaq. Olacaq 30 detal. 15 günə şagird 30 detal hazırlayır. Usta isə 50 detal hazırlayır. Bu ümumilikdə nə qədər eləyir? 80 detal. Bizdə də nə qədərdir? 560-dır. 560-ı bölürük 80-a. O deyilir nə? 7. Deməli, bu verilən günü biz neçə gün tapdıq? 15 gündə. 15 günü 7-yə vuranda o deyiləcək. Deməli, 105 gün. Ümumilikdə olacaq 105 günə. Daha sonra, deməli, 46-cı sualda, deməli, A və çoxluqları üçün 3NA bərabərdir NB-yə, A fərqli. Bunu Euler-Venn diaqramında eləyək. Deməli, bura olsun A, bura olsun B. NA-da NB-dən 3 dəfə çoxdur. Bu olur, məsəl üçün, NB-də 3 dəfə çoxdur. NA-nı K götürür, NB olur 3K. A-nın B-dən fərqi 5-dir. B-nin A-dan fərqi 19-dur. Kəsişməni istəyir. Kəsişmədə X olsun. Və yaxud da belə deyək. K deyil A-da. 5 dənəsi özünə məxsussa, ortağı nədir? K minus 5. Məsələn, 10 dənədir, 5 dənəsi özünə məxsusdur. Yəni ki, sırf özündə var da. Onda 5 dənəsi nə olacaq? Ortaq olacaq. Və yaxud da 7 dənədir, 5 dənəsi özünə məxsussa, bu sırf özünə məxsus deməkdir. 7 dənədir, məsələn, 5 dənəsi özünə məxsussa, ortada nə qalacaq? İkisi. Yeni neyinirik? Çıxırıq da. Burada da A-da nə qədər element var? K sayda var. Ondan 5 dənəsi özünə məxsussa, ortağı nə qədər olur? K minus 5 sayda. Digər tərəfdən də B-nin neçə də elementi var? 3K-sı var. Və onun 19-u özünə məxsusdur. Yenə ortağı nə qədər olacaq? 3K çıxılsın 19 sayda ortaq olacaq. K minus 5 ilə 3K minus 19 eyni şeydir. Dəyişənləri bir tərəfə keçirdirik. Ona görə bərabər edirik. Mənfi 19 plus 5. Bu eləyir mənfi 2K bərabərdir mənfi 14-ə. K da bərabərdir 7-yə. Bizdən kəsişməni istəyir. 7-ni qoyanda yerinə olacaq neçə? 2. 7-dən 5 çıxacaq olacaq 2. Kəsişmədə olacaq 2 sayda.
Daha sonra 47-ci misalda bu 4 AB-ni keçirdirik bu üst tərəfə. Olur A plus B-nin mötərizə kvadraты çıxılsın 4 AB. Bu A çıx B-nin mötərizə kvadratının düsturudur. Bu da nəyə bərabər oldu bu ifadə? Artıq bu 4 AB-ni o üst tərəfə keçirsəndə 0-a bərabər oldu. Deməli A minus B necədir? 0-dır. Bunun yerinə 0 yazırıq. 0 üstə gəl 4. Eləcə neçə? 4. 48-ci sualda ifadəsinin qiymətini istəyir bizdən. Burada orta vurğu mötərizə xaricinə çıxardacaq birincidən. Kökdə 3-ü çıxardanda olacaq 1 üstəgəlsin kökdə 5. Digər ikisindən də mənfi kökdə 2-ni çıxarsıq. 1 üstəgəlsin kök altında 5. Təzədən 1 üstəgəlsin kök altında 5-i mötərizə xaricinə çıxarsıq. Birincidə qalacaq kök altında 3 minus kök altında 2. Məxrəcimizdə də kök altında 3 minus kök altında 2-dir. İxtisar aparırıq. Birincidə bu ifadə qalır. Bu 1 plus kökdə 5 və yaxud da kökdə 5 plus 1 eyni şeydir. Yazırıq kökdə 5 plus 1 vurulsun kökdə 5 minus 1. Bu da A minus B A plus B'dir. Yəni kvadratlar fərqi 5 minus 1. O da eləyir neçə? 4. 49-cu sualda aralarındakı məsafə 960 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya. Düşünək ki, bu neçədir? 960 km-dir. Qarşı-qarşıya biri sağa doğru, biri sola doğru hərəkət edir. Deyir, onlardan birincisi bu yolu 16 saata, digəri 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Deməli, biri 16 saata gedirsə, 360-ı bölürəm 16-ya. Eləyir, dəqiqə, 30 yox. 16 yox, bizə də 60 eləyəcək burada. Səhv yazsın 30. 60. Deməli, birin sürəti 60-dır. 14-ə böləndə isə 960 böl 14. Bu da deməli 7-yə bölünəcəkmi? Dəqiqə. Biri 14 saata gedir. Görüşünə qədər birinci avtomobil nə qədər yol gedər? Bunları ümumilikdə deməli, onlardan birincisini deyir. Birincisi 16 saata gedir. Bu da 14 saata gedir. Yəni düşünək bunun sürəti 16-da 1 k-dır, o birisi 14-də 1 k-dır. Bu indi ümumilikdə və yaxud da tərsinə düşək. Bu məsələn 16-dırsa 14 k kimi, çünki zamanı çoxsa sürəti azdır. Zamanı azsa sürəti çoxdur 16 k. Sürətlə zaman tərs mütənasibdir. 30 k bərabərdir 960-a, k da bərabərdir. Burada deməli 32-yə. K 32-dirsə, deməli, birinci avtomobil gedəcək, 14 vurulsun, 32. Bu qədər gedəcək. Bunu da hesablayırıq. 8, 2, 12, 1 yadda, bu da 4. 8, 4, 4, 448 kilometr gedəcək birinci avtomobil. Yəni, belə düşünək ki, bu 16 saata gedmir, bu da 14. Bu 16 ilə 14-ün, yəni ki, belə düşünürsünüz ki, bu 16 saata gedirsə, sürəti 14 k kimi. Yəni, sürəti bunun azdır da. 16 vur 14, 14 vur 16. Yol nə deməkdir? Sürət vur zaman deməkdir də. 16 vur 14 k, 14 vur 16 k. İkisi də eyni yoldur. Eyni bu yolu gedir. Burada da indi qarşı-qarşıya edəndə sürətlər toplanır. 14k üstəgəl 16k eləyir 30k. 30k bərabər 960-a, k da eləyir 32. K-nı 32 tapandan sonra bunun indi getdiyi yolu tapmaqdan ötürü deməli 32-ni vururuq 14-ə 448 eləyəcək. Bu da belə. Daha sonra 50-ci sualda. 50-ci sualda deyir ki, D düz xətti A mərkəzli çevrələrə uyğun olaraq C və D nöqtələrində toxunur. AC-ni verib bizə 16, BD-ni verib 6, CD-ni verib 24. Bu çevrələr arasındakı ən qısa məsafəni istəyir bizdən. Çevrələr arasındakı ən qısa məsafə, bunu birləşdiririk. Söhbət bu hissədən gedir bizdə. Deməli, indi isə bunu
yaxşı şəkildə birləşdirək. Dəqiq. Deməli, bu hissədən B-dən CD-yə paralel çəkirik və deməli, bu hissə 6-dırsa, bu hissəmiz qalır 10. Çünki ümumilikdə nədir? 16-dır. Və bizə də bu çevrilə arasındakı ən qısa məsafəni istəyir də. Bir tərəfdən CD-nin uzunluğu neçədir? 24. 24 isə bu da nədir? 24-dür. AB-ni tapsıq. AB kvadrat bərabər Pifaqor teoremi. Bu düz bizə asıbcaqdır. 24-ün kvadratı plus 10-un kvadratı. 576 üstə gəlsin 100. O da 676 26-ın kvadratı. Deməli, AB-nin uzunluğu neçə imiş? 26 imiş. İndi burada radiuslar var. Bu hissə 16 olacaq. Bu hissə nə olacaq? 6. 16 ilə 6-nı toplayırıq. Eləyir 22. Bu hissə qalır neçə? 4. Ən qısa məsafə olacaq 4. 51-də deyir ki, duz məhlulunda 20% duz məhlulunu nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluluğu 24% olsun. Deməli, 20%lidir. 180-dan 20% eləyəcək 36. Yəni 180-də 20-yə vurub 100-ə böləcək. Su buxarlananda məhlulda olan duzun miqdarı dəyişmir. Yəni 36 olur yenə. Deməli, dəqiq. 36-nı böləcək. 180 çıxılsın. Bilmirik nə qədər buxarlandıracaq. X vurulsun 100 bərabər nəyə? 24%-ə. Deməli, burada 36 ilə 24-ü ixtisar aparsaq 12-yə. Burada qalacaq 2, burada qalacaq 3. Çarpı şəkildə vursuq. 2 vurulacaq 180-də olacaq 360. Çıxılsın 2x. 3 də vurulacaq 100-ə eləyəcək 300. 2x bərabərdir 360-da 300 çıxacaq. 60 x də bərabər nəyə? 20 olacaq. 52-ci sualda perimetri 60 olan ümumilikdə perimetri 60-dır. A, B, C, Y, D, F fiqurunda A, B, C, A, D, F və D, C, Y üçbucaq bərabər tərəflidir. Deməli, burada A, bura A, bura A-dır, bura B, bura B, bura B, bura C, bura C, bura da C. Və biz perimetri tapanda 2A, yəni bu A-lar toplanır. Üstənsin 2C plus 2B bərabərdir nəyə? 60-a. A üstə gəlsin C, üstə gəlsin B bərabər olur 32-yə bölü. Deyir AC parçasının uzunluğu. AC parçasında uzunluq B plus C'dir. B plus C'miz elə nədir? A-dır. B plus C-nin yerinə nə yazıram? A yazıram. A üstə gəlsin A bərabərdir 30-a. 2A bərabərdir 30. A da bərabərdir 15-ə. AC parçasının uzunluğu olacaq 15. 53-də 80 nəfərli bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Deməli, X qəzetini oxuyanların sayı olsun X, Y qəzetini oxuyanlar olsun Y. Deyir, oxuyanların sayı, X qəzetini oxuyanların sayı, Y oxuyanların 4 mislidir. 4 Y-dir. Ümumilikdə 8. Hər iki qəzet oxuyanların sayı, qəzet oxumayanların sayına bərabər olarsın. Buna Euler Venn diaqramı ilə çəkək. Deməli, 80 nəfərli bir qrupdur. 80 nəfər içində oxuyan da var, oxumayan da var, hər ikisini oxuyan da var. Bu olur X, bu olsun Y. Və bu 4 Y-dir, bu Y-dir. Hər iki qəzeti oxuyanların sayı, məsəl üçün, olsun M. Oxumayanların sayına bərabərdir. Oxumayanlar da olsun M. İndi biz nə edəcəyik? Buradan yazaq 53. 80 nəyə bərabərdir? 4 Y üstə gəlsin Y
Bunları toplayıram. Çıxıram ortaqla. Ortağım nədir? M-dir. Çıxılsın M, bir də oxumayanlar. Olur 5y çıxılsın 2m bərabərdir 80-a. X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabər olarsa, hər iki qəzeti oxuyanların sayı oxumayanların sayına bərabər olarsa, X qəzetini oxuyanların sayını tapın. Demək, 80 bərabər 4y plus y çıx m çıxılsın m. Burada sadələşdirmə apardı. 5y çıxılsın 2m bərabərdir 80-a. X qəzetini oxuyanların sayını istəyir bizdən. Dəqiqəm X qəzetini oxuyanların sayı. Burada 4y plus y. Burada bu düstur nəyə əsasendir? NA üstə yəni NB çıxılsın N A kəsişmə B-yə əsasendir. Burada biz diqqətimizdən qaçıb, burada 80 nə deməkdir? X-dakı ilə Y-dakini toplayıram, ortaqlara çıxıram, üstünə M gələm. Bu M-lər gedir. Burada biz diqqətsiz 5y bərabər olur 80-a, Y də bərabər olur 16-ya. X qəzetini oxuyanların sayı 4 mislidir. Olur 64. 54-də isə deyir ki, ifadəsinin qiymətini tapın. Burada A kvadrat B kvadratın 2 dənə düsturu var. A minus B kvadratı plus 2AB bərabər 6AB. A plus B kvadratı minus 2AB bərabərdir 6AB-yə. A minus B-nin kvadratı bərabər olur buradan 4AB-yə. Buradan da A plus B-nin kvadratı bərabər olur 8AB-yə. Bunları əgər bölsük, bizə birincisi toplamanı deyir də. 8AB bölünsün 4AB. Bunu sadəcə kökə salacaq ən axırda. Kök altında yazsaq. Çünki kvadratlardır. AB-lər gedir. Kök altında 8, kök altında 4-dən də kök altında 2 eləyəcək cavab. 55-də qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə. Yəni 3x bərabərdir 2y. X olur 2k, y olur 3k. Bunların cəmi 5k 180-dir. K da eləyir 36-ya. Bu bucaqları tapın. Biri eləyir 72, biri də eləyir 108. Suallar bu qədər idi. Yəni burada bəzi maraqlı suallar var. Məsələn 49-dur, 45-dir. Yəni təslim tənasibliyə aid olan suallardır.